Mən Bəşirov Cəlal, geologiya mühəndisliğində doktorantura təhsili alıram. Magistr təhsilimi də burada tamamlamışam. Bakalavr təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bitirmişəm. Çünki Türkiyədə geologiya mühəndisliyi ən köklü, ən birinci İstanbul Universiteti Cərrahpaşada açılıb. İlk geologiyanın təhsili təməlləri burada atılıb. Ona görə də ən köklü universitet geologiya baxımından İstanbul Universiteti Cərrahpaşa olduğu üçün buranı seçdim. Müəllimlər əlbəttə ki, bütün sahələrdə professionaldır. İstənilən mövzu barəsində uluslararası yayınlar var və istənilən müəllimlərlə istənilən mövzuda istədiyiniz vaxt istədiyiniz şeyi öyrənə bilirsiniz. Yəni universitetimiz də həqiqətən çox yaxşıdır. İstər mineralogiya müzeyi olsun, istər otaqları olsun. İndi hal-hazırda Avcılar binasına yenidən köçəcəyik 2026-cı ildə. Ümid edirəm və inanıram ki, hər şey daha da yaxşı olacaq. Bura gələcək tələbələrə tövsiyəm birinci növbədə sahə geologiyası öyrənməsi üçün buradakı kamp stajlarına qatılmaqdır. Çünki sahə geologiyasını təcrübə baxımından əgər özünüzdə əksiklik hiss edirsinizsə, buradakı kamp stajlarına qatılaraq və yaxud da sahə geologiyası dərslərinə qatılaraq özünüzdəki əksikləri tapın və onları inkişaf elətdirərək doldurmağa çalışın. İkinci növbədə isə mineralogiya və petrografiya kimi, geokimya kimi elmləri təkrarlayın, bildiklərinizi təkrarlamağa çalışın və mütləq terminologiyaya diqqət edin. Çünki terminologiya Azərbaycanda və Türkiyədə tamamilə fərqli olduğu üçün müəllimlərlə anlaşa bilməmək üçün bir problem yaşaya bilərsiniz. Ona görə də türkcə ədəbiyyatlar, türkcə kitablar, türkcə məqalələr oxumağa çalışın və mümkün qədər tələbələrlə və müəllimlərlə interaktiv münasibətdə olun ki, terminologiyaya daha yaxşı və daha sürətli hakim ola biləsiniz.